Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Hazırda 4 otaqlı, sənədləri tam qaydasında olan 2 mərtəbəli həyət evi satışdadır. Evin bax bu üst görünüşüdür. Göründüyü kimi, ev qeyd etdiyim kimi sənədlər, evin də torpağında sənədləri tam qaydasındadır. İpoteka ilə də ev almaq istəyənlər bu ev asanlıqla əldə edə bilərlər. Bura göründüyü kimi həyətidir. 2-3 maşın rahatlıqla həyətinə yerləşir. Və bundan əlavə olaraq onu da qeyd edim ki, evin bax bu çöl hissəsində bax göründüyü kimi bax bu daşla hasara alınmış, setka çəkilmiş yer də bu evə aiddir. Yəni 1 sot yarım, 2 sota yaxın bax bu torpaq sahəsi də bu evə aiddir. Yəni burada artıq başqa kimsə istifadə edə bilməz. Yalnız bu evi alan şəxslər bu torpaq sahəsindən istifadə edə bilərlər. Orada yalnız ağac əkə bilərlər, bağ sala bilərlər, bağ kimi istifadə edə bilərlər. Qeyd etdiyim kimi ev 4 otaqdan ibarətdir. 2 mərtəbəli göründüyü kimi burası zirzəmsinə də müəyyən əşyaları rahatlıqla yerləşdirmək olar. Kanalizasiya sistemi mərkəzidir, qaz, su, işıq daimidir. Sənədlər qeyd etdiyim kimi tam qaydasındadır. Burası kombi aparat üstündə yeri hazır vəziyyətdədir. Evə daxil olduqda geniş bir dəhlizi, 2-ci mərtəbə qalxmaq üçün pilləkəni və döşəmə göründüyü kimi metlaq döşənibdir və istilik sistemidir. Deməli dəhlizin, hamam otağı və mətbəxi. Baxın, bura mətbəxidir və buradan da görüntüsü, pəncərə görüntüsü, yəni bu bağa baxır. Bu bağ da qeyd etdiyim kimi bu evə aiddir. Bura pilləkən altında koridor yerləşdirilibdir ki, buradan da müəyyən əşyaları belə yerləşdirmək olar. Bura hamam otağıdır, 1-ci mərtəbədə metlaq kafelli mərmər, yəni metlaq kafellər vurulubdur və taxta qapılardır, qapılar isə keyfiyyətli qapılardır. Bura isə zal otağıdır. Göründüyü kimi ev çox gözəl, zövqlə təmir olunubdur. Kondisioner üçün işıq xətti də çəkilib. Enli pəncərəsi, otaq işıqlı, divar kağızları da çox gözəl divar kağızları vurulubdur. Döşəməsi laminatdır. Mərtəbə arası monolit betondur. 2-ci mərtəbəyə qalxdıqda, 2-ci mərtəbədə 3 yataq otağı yerləşir və onu da qeyd edin ki, otaqların hər birinə gün işığı düşür. Gün işığı hər bir otağa düşür, genişdir, işıqlıdır otaqlar. Bura 2-ci bir yataq otağı. Buradan balkona çıxışı, kondisioner üçün işıq xətti hər bir otağa çəkilibdir. Burası isə 3-cü bir yataq otağı. 2-ci mərtəbədə ümumi 4-cü otaq. Qeyd etdiyim kimi ev göründüyü kimi tam təmirli vəziyyətdədir. Burası isə hamam otağıdır. 2-ci mərtəbədə eyni qaydada tam təmirli hazır vəziyyətdə. Evin başlanğıc qiyməti 125 min manat deyilir. Real alıcı olarsa, yəni endirim olunacaqdır. Qeyd etdiyim kimi ipoteka ilə də bu evi asanlıqla əldə etmək olar.